Tənzilə xanım, sosial şəbəkələrdə haqqınızda yazılan rəylərə cavab verirsiniz. İnsanlar ümumiyyətlə niyə bu qədər aqressivdirlər? Məsələn, bəzən siz də rastlanmırsınız. Tutalım Sabir Rüstəmxanını birisi götürdü, şəklini qoydu, tənqid elədi. Altına girib baxırsan, özəlliklə sosial mediada. Görün nə deyir? Sabir Rüstəmxanı neyniyib bu millət üçün? Bir kişi söyləndə o kişinin özünü söymürlər. Onun ya anasını söylürlər, ya arvadını söylürlər, xanımını söylürlər, ya qızını söylürlər. Yenə söylən qadındır. Məsələn, mən heç vaxt onlara cavab vermirəm. İgnor eləyirəm. Çünki nə görürəm, nə oxuyuram onları. Mən izin vermirəm ki, onlar mənim günümü zəhər etsinlər. Amma Sabir bəy bilirsiniz necədir? Görünüz, şair həssasiyyətdir. Sabir bəy bəzən oturur, onlara bir cavab yazır. Ay canım deyir, mənim. siz məni araşdırmısınız, tanıyırsınız, bir oxuyun, görün. Yox, mən elə deyiləm. Mən məsələn, seçki marafonunda sanki biriləri bir düyməyə bastı. Təsəvvür eləyin ki, nə qədər Türk düşməni vardısa, nə qədər Azərbaycandan kənarda o söyüş müxalifəti vardısa, hamısı bir nəfər kimi bir ağızdan bir ay boyunca mənə küfr etdilər, məni söydülər. Elə bir linc eləyirlər bir sözdən. Bütün tekstdən çıxardırlar, sənin bir sözündən tuturlar, şəklini də qoyurlar və bütün həftə boyunca cəmiyyətdən nə qədər üzr istəyirəm, əxlaqdan xəbərsiz insan varsa, döşənir onun altında. Yaşına baxmırlar, başına baxmırlar. Siz inanırsınız, mən məclisə gedəndən sonra çox ehtiyatla yanaşıram danışmağa və söz deməyə.